Ağ Ev, ABŞ və Rusiya nümayəndə heyətinin Ər-Riyaddakı danışıqlarında Rusiyaya kənd təsərrüfatı və gübrə ixracı üçün dünya bazarlarına yenidən çıxış əldə etməyə kömək edəcəyini açıqlayıb. Danışıqların nəticələrinə əsasən ABŞ Rusiyanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxışını bərpa etməyə, dəniz sığortası xərclərini azaltmağa, limanlar və ödəniş sistemləri ilə əlaqəli əməliyyatların asanlaşdırılmasına yardım edəcəyinə söz verib. Həmçinin tərəflərin Qara dənizdə naviqasiyanın təmin edilməsi və yük tətbiqinin aradan qaldırılması üzrə razılığa gəldiyi, kommersiya gəmilərinin hərbi məqsədlər üçün istifadə edilməməsi barədə həmfikir olduqları qeyd edilib. ABŞ və Rusiya enerji obyektlərinə hücumların qadağan edilməsi və müvəqqəti atəşkəsin tətbiqi ilə bağlı da razılığa gəldiklərini bildiriblər.